Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci sinif coğrafya dərsindən havanın temperaturu necə dəyişir mövzusunu sahəsinə baxacağıq. Gəlin vaxtırmədə mövzular tanış olaq. Günəşdən gələn şüalar şəffaf hava təbəqəsini keçərək əvvəlcə yer səthini qızdırır. Səthə düşən enerjinin bir qismi tək atmosferə qayıdır. Qızmış səth soymağa başlar və ayrılan istilik havanı aşağıdan yuxarıya doğru qızdırır. Bu da havanın temperaturunu əmələ gətirir. Temperatur termometr cihazı ilə ölçülür. Temperaturun ölçü vahidi kimi Selsi və yaxud da Fahrenheitdən istifadə olunur. Buna qədər oxuduq, gəl mətni daha yaxından təhlil edək. Dedik, hava necədir? Hava şəffafdır. Bəs günəş şüaları yer səthini necə qızdırır? Günəş şüaları ilk öncə yer səthini qızdırır. Daha sonra yer səthinə düşən enerji bir qismi atmosferə qayıdır. Yəni qızmış səth soymağa başlar və ayrılan istilik havanı aşağıdan yuxarıya doğru qızdırır. Bu da havanın temperaturunu əmələ gətirir. Temperatur dedik ki, havanın temperaturunu da biz nə ilə ölçürük? Termometr cihazı da ölçürük. Termometrin ölçü vahidi kimi Selsi və Fahrenheitdən istifadə olunur. Selsin işarəsi S, Fahrenheit'in işarəsi də F-dir. Biz əsasən kitablar və məsələlərdə Selsidən istifadə edəcəyik. Daha sonra Günəşin enerjisi yer səthinin üfüqi, yəni enlik və şaqili istiqaməti hündürlük üzrə paylanması temperatur təsir edən əsas amildir. Ekvatordan qütblərə doğru getdikcə günəş şüalarının düşmə bucağı kiçilir və nəticədə yer səthində enliklər üzrə qeyri-bərabər qızır. Şaqili istiqamətdə isə yer səthinin yuxarıya doğru qalxdıqca temperaturun hər 100 metrdə təqribən 0,6 dərəcə azalır və hava tədricən soyuyur. Bunun da səbəbi havanın yer səthində qızmasıdır. Bura qədər oxuduq, buranı təhlil edək. Burada vacib məlumatlar var. Deyir ki, günəş şüaları yer səthində iki cür paylanır. Bir üfüqi, yəni enlik istiqamətində. Enlik biz bilirik nə deməkdir, yəni ekvatordan qütblərə doğru və digəri isə şaqili istiqamətdə hündürlükdür. Bu da nədir? Dağın ətəyindən zirvəsinə doğru dəyişən temperatur fərqidir. Daha sonra əsas amillərdəndir. Ekvatordan qütblərə doğru getdikcə günəş şüalarının düşmə bucağı kiçilir. Nəticədə yer səthində enlik üzrə qeyri-bərabər qızır. Şaqili istiqamətdə isə yer səthində yuxarı doğru qalxdıqca temperatur hər 100 metrdə təqribən 0,6 dərəcə azalır. Hava tədricən soyur. Bunun səbəbi də havanın yer səthindən qızmasıdır. Dedik ki, qütblərdən ekvatora doğru günəş şüaları müxtəlif bucaqlar altında düşməsi nəticəsində yer səthi, yer kürəsi müxtəlif istiliklər alır. Bu nəticəsində də qeyri-bərabər qızmalar baş verir. Dağlarda isə, yəni hündürlüklərdə isə, yəni dağın ətəyindən zirvəsinə doğru hər 100 metrdə təqribən 0,6 dərəcə hava soyuyur. Bunun da səbəbi havanın yer səthində qızmasıdır. Baxın, burada səbəbini deyib, yer səthində havanın qızmasıdır. Biz bunu daha böyük məsələlər həll edən zaman, bunu da deyim, qeyd kimi özünüzdə götürün. Hər 1000 metrdə 6 metr kimi götürəcək. Yəni bunu bu cür yadda saxlasınız, daha yaxşı olur. Hər 1000 metrdə 6 metr, hər 1000 metrdə 6 dərəcə olaraq biz qəbul edirik. Yəni siz də bunu bu cür qəbul etsiniz, daha yaxşı olar. Sonra gecə və gündüz növbələşməsi nəticəsində gün ərzində temperaturun dəyişməsi müşahidə olunur. Açıq hava şəraitində günün ən aşağı temperaturu günəş çıxmazdan əvvəl, ən yüksək temperatur isə günortadan 2-3 saat sonra müşahidə olunur. Gün ərzində ölçülən temperaturlar cəminin müşahidələrin sayına bölməklə orta sutkalıq, yəni günlük temperatur amplitudasını müəyyən etmək olur. Yəni dedik ki, gecə-gündüzün növbələşməsi də temperaturun dəyişməsinə səbəb olur. Bunun səbəbi də gündüzlər havanın çox qızması, gecələr isə havanın qaranlıq olması, yəni günəş şüalarının az olması ilə izah olunur. Və dedik ki, günəş şüaları yer səthi ən isti və ən minimum və maksimum temperaturları nə zaman olur? Dedik ki, minimum temperaturlar günəş çıxmazdan əvvəl, bunu əzbər bilməlisiniz. Ən yüksək temperatur isə günortadan 2-3 saat sonra müşahidə edilir. Gün ərzində ölçülən temperaturlar cəmi müşahidələrin sayına bölməklə orta sutkalıq temperatur müəyyən edilir. Bu orta sutkalığın tapılmasıdır. Yəni riyaziyyatdan bildiyimiz ədəd ortadır.
Yəni temperaturları toplayıb sayına, yəni müşahidələrin sayına böləcəyik. Fəaliyyət suallarında da biz bunun izahına baxacağıq. Bəs sutkalı ampulda nədir? Sutkalı ampulda isə maksimum temperaturla minimum temperatur arasındakı fərqi çıxırıq. Nəticədə biz nə edirik? Sutkalı ampuldanı tapırıq. İndi isə fəaliyyət suallarına baxaq. Birinci tapşırıqda deyir ki, A və B şəkillərinə əsasən sualları cavablandırın. Baxın, bu bizim A şəklimiz, bu da bizim B şəklimiz. A-da deyir, günəş şüaları enliklər üzrə düşmə bucağının fərqli olmasının səbəbi nədir? Günəş şüalarının enliklər üzrə düşmə bucağının fərqli olmasının əsas səbəbi yer kürəsinin kürə formasında olmasıdır. Yəni, yerin ölçüləri ilə əlaqədardır. Bunun səbəbi də ekvator və tropik ərazilərdə günəş şüaları daha çox düşür. Qütbyanı ərazilərdə isə günəşin düşmə bucağı kiçilir. Daha sonra B-yə baxaq. Temperaturun enlik üzrə paylanması yer səthində havanın şəraitini necə təsir edir? Temperaturun enlik üzrə paylanması yer səthində havanın şəraitini necə təsir edir? Yəni, tropiklərdə və ekvator boyu ərazilərdə biz bilirik ki, günəş şüaları daha çox düşür və bu nəticəsində həm ərazilərdə il boyu istilər, isti olur. Lakin qütbyanı ərazilərdə isə günəş şüaları kiçik bucaq altında düşdüyü üçün həmin ərazilərdə soyuq iqlim formalaşır. Sonra baxaq, C-yə baxaq. B şəkildə verilən birinci və ikinci məntəqə, yəni B şəklimiz budur. Birinci və ikinci məntəqələrin temperaturu tapın və məntəqələr arasındakı hava şəraitini müqayisə edin. Gəlin müqayisə eləyək. Ben buranı təmizləyim. Bu bizim B şəklimizdir. Baxın, bu bizim birinci məntəqəmiz, bu da bizim ikinci məntəqəmiz. Gəlin birinci məntəqəyə baxaq. Birinci məntəqə görürük ki, 1000 metrdən 2000 metrə qədərdir. Yəni təqribi 1500 metrdir. Baxın, elə ortadan xətt verib. 1500 metrdir. Və biz 1500-dən 1000-i çıxarıq. Yerdə qalır bizdə 500. İndi bu 500 metrlik temperaturu tapaq. Biz bilirik ki, hər 1000 metrdə təqribən 6 dərəcə düşür. Hər 100 metrdə daha doğrusu 0,6 dərəcə düşür. Yəni belə deyim, siz sonra 1000 metrdə 6 dərəcə kimi yadda saxlayarsınız. Dərəcə düşür. Bəs 500 metrdə nə qədər düşəcək? Yəni metr altından temperaturun altına yazacaq. Temperaturu bilmədiyimiz üçün x yazacaq. X bərabərdir 500 vurulsun 0,6 bölünsün 100. Bura yerləşmədi, buraya yazaq. 0,6 bölünsün 100. O da verəcək bizdə neçə dərəcəni? Baxaq, nə deyəcəm? 3 dərəcə verəcək. Tapdıq ki 3'dür, amma biz hələ işimiz bitməyib. Və görürük ki, 1000 metrdə 18 dərəcədir. 1500 metrdə nə qədər olar? Yuxarı doğru bilirik ki, temperatur düşür. Ona görə də 18 çıxılsın 3, o da eləyəcək bizdə 15 dərəcə. Tapdıq ki, birinci məntəqənin temperaturu 15 dərəcədir, yəni 1500 metrdə. Bəs ikinci məntəqəyə baxaq. İkinci məntəqədə görürük ki, 3000 ilə 4000 arasında 3500-dür. Hündürlük fərqi 500 metrdir. Və biz bilirik ki, 500 metrdə artıq əvvəlki məsələdən bilirik ki, 3 dərəcədir. Və biz görürük ki, hansı isti olar bizdən isti, hansı isti, hansı soyuq olar. Birinci məntəqə təbii ki, isti olar, çünki 15 dərəcədir. Burada yağıntı vermə ehtimalı daha çoxdur. Digər hava ünsürlü olma ehtimalı daha çoxdur. Lakin ikinci məntəqədə isə hava soyuqdur. Hava daha soyuqdur və daha şaxtalıdır. Bu da oldu bizim C-nin cavabı. Sonra D-yə baxaq. Yer səthində temperatur şagili paylanması canlı aləmə necə təsir edir? Biz demişdik ki, temperatur iki cür paylanır, üfüqi və şagili. Üfüqi demişdik ekvatordan qütblərə doğru, şagili isə dağın ətəyinin zirvəsinə doğrudur. Təbii ki, yəni dağın ətəyində temperaturun yüksək olduğu ərazilər daha əlverişli olduğu üçün burada canlı aləm daha zəngin olacaq. Lakin zirvəyə doğru temperatur azaldığı üçün dağın zirvəsinə doğru canlı aləm getdikcə kasıblaşacaq. Sonra ikinci tapşırığa baxaq. İkinci tapşırıq deyir ki, C qrafikasına
Görə sualları cavablandırın. Bu bizim C qrafikamızdır. A-da deyək, qrafika görə gün ərzində məntəqələrdə neçə dəfə müşahidə aparılmışdır. Gəlin baxaq. Təmizləyək. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Biz gördük ki, 8 dəfə müşahidə aparılmışdır. Bu bizim oldu A-nın cavabı. Sonra maksimum və minimum temperaturu günlərin hansı saatlarında müşahidə edilir. Siz bunu digər testlərdə sutkalıq amplituda kimi də görəcəksiniz. Sutkalıq amplituda ilə maksimum və minimum temperaturlar aralarındakı fərqi bizdən istəyəcək. Əslində burada sutkalıq amplituda istəmir, sadəcə maksimum və minimum istəyir. Maksimum baxaq görək, maksimum təxminən 15:00-da olacaq, temperatur 25 dərəcə. Fikir verirsə, qrafika fikir verir və birləşdiririk. Təxminən saat 15:00, yəni saat 3, 25 dərəcə və minimum temperaturu isə saat 6-da 5 dərəcə müşahidə ediləcək. Sonra görək bizdən nə istəyir. C-də deyir ki, qrafika əsasən orta sutkalı, yəni günlük temperaturu hesablayın. Gəl hesablayaq. Bax, başlayaq. Orta sutkalı demiş tapan zaman necə toplayıb sayına böləcəkdik. Məntəqələrin sayını bildik ki, artıq 8-dir. Ona görə mən 8 yazacağım birbaşa məxrəcə. Və gəlin temperaturlar yazaq. 5 dərəcə, üstə gəlinsin 10 dərəcə, üstə gəlinsin 20 dərəcə, üstə gəlinsin 25 dərəcə, üstə gəlinsin, baxaq görək, burada 20 dərəcə, üstə gəlinsin, baxaq görək, 1, 2, 3, 4, 5, aha 5, üstə gəlinsin 15 dərəcə, üstə gəlinsin 15 dərəcə və 10 dərəcə. Mən bunu əvvəlcə hesablamışdım, 125 eləmişdi. 125-i 8-ə böləndə, eləyəcək bizdə 15,6. 15,6 və yaxud da yuvarlaşdırsaq 16 dərəcə kimi götürə bilərik. Yəni gördük ki, sutkalı temperatur 16 dərəcəyə bərabərdir və yaxud da tam dəqiqdirsə 15,6 dərəcəyə bərabərdir. Daha sonra dərsimizə davam edək. Yer kürəsinin illik hərəkəti nəticəsində yer səthinin aldığı istilik miqdarı müxtəlif olur. Şimal yarımkürəsinin aşağı temperatur yanvarda, yüksək temperatur isə iyulda müşahidə edilir. İl ərzində orta sutkalı temperaturun bir ay ərzində orta sutkalı temperaturun cəmini ayın günlərinə sayına bölməklə orta sutkalı tapmaq müəyyən etmək olur. Ümumiyyətlə orta sözü ədədi orta, riyaziyyatda bildiyimiz ədədi ortaya bənzər. İllikdə ildəki temperaturları toplayıb sayına böləcəyik. Yəni məsəl üçün il ərzində hansı ayda ən yüksək, hansı ayda minimum olubsa, onları toplayıb sayına böləcəyik. Yəni 12-yə böləcəyik. Eyni sayda aya, ayında məsələn 31 gün var, 30 gün və 28 gün var. Yəni fevral nəzərdə tuturam. Yəni biz sayına bölüb tapa bilərik. Daha sonra dedik ki, baxın, burada əzbər yadda saxlamayacağınız 2 dənə şey var. Dedik ki, yer səthi müxtəlif istilik aldığı üçün müxtəlif 2 də yarımkürədə, yəni şimal və cənub yarımkürəsində temperaturlar fərqli olur. Məsələn, şimal yarımkürəsində ən aşağı temperatur yanvarda, ən yüksək temperatur isə iyulda müşahidə edilir. Bunun əksi isə cənub yarımkürəsində olacaq. Cənub yarımkürəsində isə yanvar ən isti temperatur, yəni yay ayları və ən aşağı temperatur isə iyulda müşahidə olacaq. Və orta sutkalıq aylıq temperatur da dedik ki, necədir? Ayın günlərindəki temperaturları toplayıb ayın günlərinə bölürük. Yəni illikdə də eyni qaydada. Elə də, yəni 12 dənə ayımız var. Hər ayda maksimum minimum temperaturları toplayıb, yəni sayına böləcəyik. Daha sonra xəritədə eyni temperatura malik nöqtələri birləşdirən xətlərə izotermlər adlanır.
ISO sözü eyni deməkdir, termel isə temperatur deməkdir, yəni eyni temperaturlar. Yəni baxın bu xətləri nəzərdə tutur. Bu xətləri nəzərdə tutur. Baxın bu xətləri nəzərdə tutur. Bunlar izotermlər deyirlər. ISO sözlüyündən asıl səhlədim. ISO eyni, termel isə temperatur deməkdir. İlk izotermlər vasitəsilə yer səthində temperaturun necə paylandığını müəyyən etmək mümkündür. Temperaturun yer səthində qeyri-bərabər paylanması küləklər yaranmasında mühüm rol oynayır. Dedik ki, temperaturların qeyri-bərabər paylanması nə olur? Təzyiq fərqi yaradır. Bu nəticəsində külək yaranır. Növbəti dərslərdə biz külək haqqında ətraflı məlumat əldə edəcəyik. İndi yəni fəaliyyət suallarına baxaq. Üçüncü tapşırıqda deyir ki, D şəklində hansı fəsil təsvir olunmuşdur? Baxın, bu bizim D şəklimizdir. D şəklində fikir verirsə, iyul ən isti ay, yanvar sən soyuq ay təsvir olunur. Yəni bu şimal yarımkəsini təsvir edilmişdir. Əgər burada yanvarda yaşıllıq, iyulda qar göstərsəydi, bu cərgə yarımkəsi olacaqdı. İndi yəni şimal yarımkəsini göstərdiyi üçün biz şimal yarımkəsinə görə fikir bildirəcəyik. İyulda görürük ki, ağac yaşıldır. Bu yay fəslidir. Yanvarda isə hava soyuqdur. Bu isə qış fəslidir. Yəni iyulda hava temperaturu isti, qışda isə temperaturu minimum xəttəyə yaxındır. Sonra 4-ə baxaq. Y xəritəsinin əsasında suallar cavablandırın. 20 və 60 dərəcə izotermləri göstərin və müqayisə edin. Baxın, bu bizim 20 dərəcə izotermlərimiz. Baxın, bu bizim 20 dərəcə izotermlərimiz. Fikir verirsə 0-20 dərəcə arasında temperatur müsbətdir, yəni 25 dərəcədir və qırmızı xətlərlə işarə olunub. Əsasən burada il boyu istidir, yəni yay ayları müşahidə olunur. Lakin 60 dərəcə enliklərə baxdığımız zaman isə izotermlər göy rəngdə işarə olunur və temperatur 10 dərəcədən aşağı, yəni 10 dərəcədən aşağı 0 dərəcəyə qədər və 0 dərəcə altına qədər düşə bilir. Hətta baxın, burada mənfi 10 dərəcədə göstərilib. Yəni bu hissədə də mənfi 10 dərəcə göstərilib. Yəni dedik ki, buradan belə nəticəyə gəlirik ki, 20 dərəcəlik enliklərdə günəş şüası daha çox düşür. 60 dərəcəlik enliklərdə isə günəş kiçik buzaq altına düşür. Bu nəticəsində də temperatur fərqləri yaranır. Sıra B-yə baxaq. Deyir ki, izotermlər əsasən isti və soyuq enlikləri müəyyən edin. Şöyle müəyyən eləyək. Biraz dərs uzun oldu. Baxın, 60 dərəcədən, yəni baxın, 60 dərəcədən 60-cı enlikdə 60-cı enliyə qədər olan məsafədə görürük ki, əsasən temperatur müsbətdir. Məsələn 10, 20, 25, 25, 20, 10. Yəni burada görürük ki, isti və mülayim iqlim burada hakimdir. Lakin 60-cı dərəcədən 0-cı enliyə qədər olan, yəni 60-cı enlikdən 90 dərəcə enliyə qədər fikir verirsə, temperatur getdikcə düşür. Yəni 0-dan mənfilərə doğru gedə bilər. Yəni hətta belə deyək, müsbət 10 dərəcənin altından mənfi dərəcələrə qədər temperatur düşə bilir. Sonra C-yə baxaq. İzotermlər illik gedişini qitə və okeanlar arasında hansı fərqləri müşahidə edirsiniz? Fikirlərinizi əsaslandırın. Belə deyək ki, izoterm xəritəsində göründüyü kimi okeanlarda temperatur daha sabit və illik gedişi daha sabitdir. Qitələrdə isə nisbətən qeyri-bərabərdir. Bunun səbəbi də yer səthində olan relyefin müxtəlifliyidir, yəni dağlara düzənliklərin nisbətidir. Bu səbəbdən də yəni okean səthi daha çox temperatur saxlaya bilir, yəni yer səthi isə temperatura qeyri-bərabər paylana bilir. Daha sonra 5-ci tapşırığa baxaq. Axstava rayonu cədvəlinə əsasən sualları cavablandırın. Bu bizim cədvəlimiz və sualları cavablandıraq. Axstava rayonunda hansı aylarda maksimum temperatur qeyd alınmışdır? Maksimum temperatur fikir verirsə iyulda qeyd alınır 27.5, minimum temperatur isə yanvarda qeyd alınır 1,4 dərəcə. Cədvələ əsasən Axstava rayonu illik orta temperaturunu hesablayın. Bunu mən hesablamayacağım, siz özünüz hesablayarsınız, amma siz ipucu verir. Bunları toplayacaqsınız və saylarına böləcəksiniz. Burada temperaturlar topladığınız zaman böləcəksiniz 12 ildəki ayların sayına və
orta illik temperaturu tapacaqsınız. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşərik. Hələlik.